Ermənistan 2 həftə əvvəl məhv edilən hərbi vertolyot ətrafında yaranmış ajitajın qarşısını almaq istiqamətində təxribatları davam etdirir. Amma rəsmi İrəvanın əhalinin narazılığını aradan qaldırmaq məqsədi ilə əl atdığı informasiya təxribatı fiyaskoya uğrayıb. Artıq beynəlxalq ekspertlər də işğalçı ölkənin dezinformasiyalarına sərt təpki göstərirlər. Azərbaycanın hava sərhədini pozduğu üçün məhv edilən hərbi helikopterlə bağlı beynəlxalq ictimaiyyətdən lazımi dəstək ala bilməməsi Ermənistanın hərbi siyasi rejimini təxribata əl atmağa vadar edib. Hadisədən sonra bəzi beynəlxalq qurumlar müəyyən narahatlıqlar ifadə etsələr də, işğalçı ölkəyə bu məsələdə hər hansı dəstək nümayiş olunmayıb. Ekipaj üzvlərinin cəsədlərini götürə bilməməsi təcavüzkar ölkəni ciddi narahat edir. Digər tərəfdən hakimiyyətin səriştəsiz siyasətinə qarşı əhalinin narazılığı günbəgün artmaqdadır. Vəziyyət o həddə çatıb ki, əhalini sakitləşdirmək və dünya birliyinin diqqətini cəlb etmək üçün davamlı surətdə dezinformasiyalar yayılır. Ermənistan Müdafiə Nazirliyi Mi-24 helikopterinin və cəsədlərin qalıqlarının çıxarıldığını açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyinin həmin ərazinin nəzarətdə saxlamasına dair bəyanatı isə işğalçı ölkənin yalanını ifşa edib. Müxalif yönlü erməni mətbuatı da etiraf edir ki, hakimiyyətin bu siyasəti xalqın diqqətini yayındırmaq niyyəti güdür. Orada xidmət bilirlər ki, o bir raketlə vurulmuş və hamının gördüyü şəkildə görünür ki, yanmış bir şəkildə düşən vertolyotun qalıqları arasından onların göstərdiyi salamat meyib ola bilməzdi. Digər bir tərəfdən orada olan o paraşüt ki, salamat göstərirlər, asılmış şəkildə o da ola bilməz. Çünki orada bir an məsələsi var. Orada pilot heç cür o paraşütü asa da bilməz, orada tullanmağa imkan da ola bilməz. Onun üçün də ən azından 300 metrə yüksəklikdə olmalı idi və ən azından pilot vertolyot göydə bir neçə dəqiqə salamat qalmalı ki, pilot tullanmağa macal tapsın. Artıq məsələyə Ermənistanın hərbi potensialına yaxşı bələd olan Rusiyalı ekspertlər də reaksiya veriblər. Onlar daha çox vurulan hərbi helikopterin güya separatçı Dağlıq Qarabağ rejiminə məxsus olmasının üzərində dayanırlar. Əksər Rusiyalı siyasətşünaslar isə birmənalı şəkildə bildirirlər ki, bu barədə səslənən fikirlər cəfəng təbliğatdır. Bu məlumata inanmaq səfehlikdir. Məsələ burasındadır ki, helikopterin üzərində Ermənistan hava hücumu qüvvələrinə aid fərqləndirici nişan olub. Rusiyalı analitik Oleg Kuznetsov belə deyib. Ermənilər son bir neçə gündür əhalidə yaranmış ruh düşkünlüyünü aradan qaldırmaq məqsədi ilə Ermənistanda icra olunan hərbi təlimləri Dağlıq Qarabağda keçirilmiş manevrlar kimi təqdim etməyə çalışırlar. İşğal altında olan torpaqlardakı təlimdə zenit raket kompleksləri və minatanlardan atış həyata keçirilməsini əks etdirən fotolar yayılsa da, sonradan məlum olub ki, orada hər hansı raket buraxılışı olmayıb. Bu silah kompleksləri təlimdə yalnız əraziyə çıxarılıb. S-300 raketləri həddindən artıq çox böyük geniş maşlarla bahalı silahlardır və O-300 deyəndə bu yalnız bir maşın deyil. Onun adı bir bateriyası 6 maşından ibarətdir və olduqca iri həcmli qabarıtlı maşınlardır. Və onların Dağlıq Qarabağ ərazisini bir yaxından tanır et bilir. O yollarla oraya hərəkət edib gətirilməsi mümkünsüzdür. Digər tərəfdən buna ehtiyac da yoxdur. Çünki onun radiusu ən azından 270 kilometr məsafəni vura bilir. Elə onu əgər istifadə etmək istəsələr, Ermənistan ərazisindən də istifadə etmək olur. Qaldı o digər raket komplekslərindən ki, söhbət gedir. Orada Krug 11, ondan sonra OSA və Vasilyuk minatanlarından söhbət gedir. Onların da son həmin vertolyot vurulan anda ki, Dağlıq Qarabağda təlimlər gedildi. Orada onların görüntüləri yayılmışdı, amma onlardan atəş açılması, hər hansı bir istifadəsi görüntülənməmişdi. Bugün isə sadəcə olaraq onlar kombinasiya edib bu görüntüləri Ermənistan ərazisində olan təlimləri Qarabağın ərazisində olanlar kimi göstərirlər. Azərbaycan Müdafiə Nazirliyi düşmənin helikopterin vurulduğu ərazidə xüsusi əməliyyat keçirməsi barədə iddialarını qətiyyətlə rədd edir və bəyan edir ki, ərazi tam olaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Ətayə Ələmdar qızı, Lider TV.